Hə, bax burada. Bax, bunlar şəkil fayllarıdır. Bunlar səs fayllarıdır. Bunlar video fayllarıdır. Nə bilim, burada MP3 səs faylıdır. MP4 video daha qarışıq deyə bu olur video faylı. Sonra adında V var video fayllarının çoxunun. Sonra com.exe command sözündəndir. Bu icra etmək deməkdir. Yəni əmr vermək. Bat sözüdür, bu əmrdir. Buradan aşağı asandır. Bir dənə çətin buradır. Bax bura. Buradan aşağı niyə asandır? Baxın. Backup. Keçmişik backup. Failin ehtiyac sürətini yaradır. Bunlar tanış gəlir. Arxiv Bəli, faylı. məsələn orada Bəli, qəribə adları var. Sonra library, OBJ. Uşaqlar bu OBJ-ni kitabxana bir obyekti oradan yadda saxlayır. Obyekt, library, kitabxana sonra faylıdır. help var orada. Bəli. Basic, Pascal. Bəli, bunlar help, kömək faylıdır. Sonra elektron pods, X-tab ilə başlayır. Bəli, Bunlar asandır. Pascal, Basic, Pascal. C dili, Assembler, Fortran. Bunlar hələ ki lazım deyil bu ikisi. Bir dənə burada qaldı internet. Bu da baxan kimi görsə HTML. Bu da belə. Yəni dediyim kimi bu asandır. Yuxarıda 3-4 dənəsi cəmi çətindir. Onu da nəzərə salsaq öyrənəsiniz. Bunlar haqqında, hamısı haqqında danışdıq. Bizim 4 dənə fayl atributumuz var. Baxın. Fayl atributlardan biri hidden'dır, biri arxivdir, biri sistemdir, bir də read-only'dir. 4 dənə fayl atributu. Hidden adı üstündə gizli fayllardır. A yenə arxiv fayllarıdır. Sonra S sistem fayllarıdır. Bir dənə qaldı burada. Read-only'dir. Read-only haqqında biz inşallah workshopunda geniş danışacağıq. Hər şeysi read-only nədir? Read-only faylında nə işlər görmək olar? Hasar kimi yadda saxlaya bilərsiniz. Cəmi 4 dənə fayl atributu var. Hidden, arxiv, sistem, read-only. İndi son olaraq bizim bir dənə işimiz qaldı. Bu da kataloq və ya qovluqdur. Bunu da əslində bir dənə şey üzərində izah eləyəcəm. Bir dənə klaster haqqında danışacağıq. Klaster məsələsi bu bazar sınağa düşmüşdü. Təəssüf ki biz təəssüf yox, yəni boş iş görməmişik. Əvəzində quiz yazmışdıq həmin günü. Yəni o quizi yazmayıb dərs keçsəydik, bəlkə klaster məsələsini yaza bilərdik. Amma biz sınağa çox adə olmuruq, əsas qəbul haqqında fikirləşirik. Bax sizcə bu yazılışda fayl hansıdır? Katalog. Yes. Sınaq, sınaq. Ay, sağ ol. Mən hardan bilirəm ki o fayldır? Çünki faylın həm adı Katalog. olur, həm də nəyi? Genişlənməsi olur. Hmm. Bəli, bax, bu yazılışda qəbula belə bir sual çıxmışdı bir dəfə. Bu sınaq.doc fayldır. Hardan bildim? Çünki biz bayaq qeyd elədik ki, fayl iki hissədən ibarət olur. Birinci hissəyə deyirik faylın adı, bir də faylın nöqtədən sonraki hissəsini genişlənməyə. Ay, sağ olun. İndi belə deyək. Bax, bu fayldır, sınaq.doc fayldır. Sınaq.doc yerləşir informatikanın içində, informatika qovluğunda. İnformatika yerləşir magistrdə. Sizə magistr harada yerləşir? Kainatda, kainat yerləşir D diskində. Burada D diskdir, qurğudur. Bir dəfə Dövlət İmtahan Mərkəzinin sınavına belə bir sual düşmüşdü ki, bu verilənlərdən hansı qurğudur? Bəli, D diskdir burada. Ən birinci diskdir, qalan hamısı qovluq. Ən axırda da olur fayl. Ay, sağ ol, bəli. Bu sualdan, bu mövzudan ümumiyyətlə 2 dənə sual salmışdım. Bəlkə 3 dənə idi. Bəli, bir daha deyirəm. Faylın yerləşdiyi qovluq, onun yerləşdiyi qovluq, onun yerləşdiyi qovluq, onun yerləşdiyi disk. Hamısı D diskindən. İndi sizcə, bax, sınaq.doc informatika qovluğunda yerləşir. Həm də kainatda yerləşir deyə bilərik. Bəli. Bəli, Bəli. çünki onun içindədir də, o ay, sağ olun. Onda mənə deyə bilərsiniz, faylın yerləşdiyi qovluğun yerləşdiyi qovluq hansıdır? D. dir. Yox, faylın Kainat yerləşdiyi qovluğu. qovluğun yerləşdiyi qovluq.
Hə, magistr. Magister. Ay sağ olun. Failin yerləşdiyi qovluğu. Magistr, bəli, magistr. Yerləşdiyi qovluq. Bəli. Bəs failin yerləşdiyi qovluq hansıdır? İnformatika. 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 Bəli, informatika. İndi burada balaca bir şey var. Baxın. Failin tam adı və tam yolu deyəndə tam olaraq nə varsa hamısını götürürsünüz. Failin tam adı və tam yolu deyəndə başdan ayağa nə varsa götürürsünüz. Yəni niyə görə ona tam yolu deyilir? Çünki sən sınaq doka gedib çatmaq üçün bunların hamısından bir-bir keçməlisən, axı sanki qapılardır. Tam yolu budur. Bir dənə maraqlı sual. İndi sizcə failin yerləşdiyi qovluğun tam yolu hansıdır? İnformatikadan D-diskinə qədər. Matematikadan doka, sınaq doka qədər. Ay sağ olun. Bəli. İnformatikadan axıra qədər. Bəli, bax. Failin yerləşdiyi qovluğun tam yolu informatika qarışıq hamısıdır. Aydındır? Yaxşı, failin yerləşdiyi qovluğun tam yolu. Magistrdan D. Magistr daxil. Bəli, failin yerləşdiyi qovluğun tam yolu magistrdan bu tərəfdə. Ay sağ olun. Başa düşdünüz bunda? Bəli. Heç bu sual belə olur. Bax, sınavda da gördünüz. Verəcək bunu, deyəcək tap görün fail hansıdır? Failin yerləşdiyi qovluq hansıdır? Onun yerləşdiyi qovluqsu. Bunları bildirsə hazır. Bəli, magistrda daxil olmalı. Tam deyirsə, özünü də tam götürürsünüz. Yəni tam əhatə eləməlidir hamısı. Bizim bir dənə qaldı fail sistemləri. Yəni qısası buna klaster məsələsi də deyə bilərik. Hansı ki, yenə də deyirəm, biz bunu keçsək çox rahatlıqla sınavda yaza bilərdiniz. Gəlin görək söhbət nəydən gedir. Bunu da yenə də burada izah edəcəm. Çox balaca bir hesablaması var. Mütləq şəkildə testlərin yazarsa əməliyyat sistemini elə öz kitabımızdan. Balaca dərsdir, qısa dərsdir. Amma testlərin yazmaq mütləq. Bax, məsəl üçün deyirəm. Ümumiyyətlə bir qaydanı mütləq şəkildə ya skrin eləyin, ya da videodan qeyd götürərsiniz. Belə bir qayda var ki, bir klasterdə yalnız bir fayl yerləşdirmək olar. Yəni bir klasterə yalnız bir fayl yazmaq olar. İndi bu nə deməkdir? İzah edeyim. Bir klasterə bir fayl yazmaq olar. Baxın. Tutaq ki, belə bir diskdir. Bu disk tutur 10 kilobayt. Hələ ki disk daha klaster deyil. Sizcə bu 10 kilobaytlıq diskə 3 kilobaytlıq neçə dənə fayl yerləşdirmək olar? 3 dənə. Bir dənə. Onu vururuq 3-ə. 3 dənə. Yox, bax qulaq asın. Məsələn, düzgün başa düşün. 10 kilobaytlıq bir diskdir. Boş bir disk. Bura neçə dənə 3 kilobaytlıq fayl yerləşdirmək olar? 3 dənə. 3 3 dənə. dənə. Üç dənə. Bəli, ay sağ ol. 3 dənəsi 9 idi. 9 rahat bura yerləşir. İndi əgər bu disk yox, bu 10 kilobaytlıq qab bir klaster olsa, sanki bu biraz paxıllıq edir. İndi sual versəm ki, 10 kilobaytlıq klasterə neçə dənə 3 kilobaytlıq fayl yerləşdirmək olar? Bir dənə. Bir dənə. Bir dənə. Ay sağ olun, bir dənə. Yəni bizim klasterlərimiz belədir. İnformasiyaları, məlumatların bir-birinə qarışmaması üçün bir informasiyanın yanına başqa informasiya qoymur yazasınız. Məsəl üçün bu atdım bura 3 kilobaytı, sanki atan kimi ağzı bağlanır avtomatik. İndi bu 3 kilobayt loru desək, nə boyda yeri bir zəbt elədi bu? Elə 10 kilobayt. Yəni sənin 3 kilobaytlıq diskin yadda nə qədər yer tutacaq informasiya? 10 kilobayt. 10 kilobayt yer tutacaq, bəli. Bax, ona görə bizim informasiyalar ya özü qədər yer tutur, ya da özündən çox yer tutur həmişə. Heç vaxt özündən az yer tutmur. İndi məsəl üçün belə bir nümunələrə baxaq. Həcmi 21 kilobayt olan bir faylı neçə dənə 5 kilobaytlıq klasterə yaza bilərik? 4 dənə. 5 dənə. 5 Bir dənə. Aysa 5 dənə.
21-i Ha, yazmaq içinə üçün, yerləşər. hə? 5 İçinə dənə yerləşir. yazaq gəlib. Düşər. Bəli, 21-i yazmaq üçün 5 dənə klaster götürsəm. Bax 5 dənə klaster götürdüm. Bəs özü bu nə qədər yer tutacaq? 5 21. vuraq 5 dənə. Bilirsiniz niyə olur? Çünki 5 dənə klaster götürmüsənsə bundan, sən 5 dənə 5 GB yeri zəbt eləmirsən. Ona görə də özü 21-dir, gəlir yaddaşda prosta 25 tutur. İndi başqa bir sual vereyim. Hı. Məsəl üçün, həcmi 31 kilobayt olan informasiyanı 10 kilobaytlıq klasterə yazsaq, bu informasiya nə qədər yer tutar? 40 kilobayt. Ay sağ ol, necə tapırıq? 31 kilobayt 4 dənə klaster tutur. Klasterin biri 10 kilobayt olduğu üçün 40 kilobayt edir. Bəli. 31-i yazmaq üçün sən götürməlisən 4 dənə 10 yerləşsin deyə. Bunun da hərəsi 10 kilobaytsa, yəni 4 dənə 10 götürmüsənsə 40 kilobaytlıq yeri zəbt eləmisiniz. Ona görə də bu 31 özü gəlib 40 kilobayt yer tutur. İndi sizcə klasterin həcmini böyüdəndə biz yeri israf edirik, yoxsa yeri qənaət edirik? İsraf edirik. İsraf Rəf edirik. Bəli. elədik də. Bəli, hər şeyin o artığı israf, ziyan olduğu kimi klasterin də artığı ziyandır. Aydındır? Bəli. Все. İndi baxacağıq bunun bir neçə test nümunəsinə ki, siz yazanda çətinlik çəkməyəsiniz. Mən tam aydın olmadı. Nə? Bayaq biraz başa saldıqlarınız. Məsəl üçün harası? Tam aydın. Mən orada nəyə görə 4 kilobayt götürdük? 4 yox, 40. Qabaq. Baxın, 31-i yazmaq üçün siz 10 kilobaytlıq klaster deməyə elə bir qab deyək. 31-i yığmaq üçün siz 10 kilobaytlıq qabdan 3 dənəsi götürsəz 30 eləyir. 31 bura yerləşmir axı. Məcbursuz birində artıq götürəsiniz, düzdür? 4 dənə. O 4 dənə 10 kilobayt götürəndə, yəni 4 dənə 10 40 tutur. Da ona görədir. Yəni 31 kilobayt gəlir yaddaşda 40 tutur. Məsəl üçün başqa bir nümunə çəkirəm. Tutaq ki, deyirəm 21 kilobaytlıq faylı yazmaq üçün 8 kilobaytlıq klasterdən istifadə eləsəm, informasiya nə qədər yer tutar? 24. Ay sağ ol. 24. Çünki yenə də 21-i yazmaq üçün 3 dənə 8 lazımdır. 3 də 8-ə vuranda 24 eləyir. Başa düşdünüz? Bəs bayaq 21 kilobayt olan 5 bayt olanda niyə 5 dənə oldu? Orada o 4 qaydasından istifadə eləmədik. 5 olmadı. 21-i yazmaq üçün neçə dənə 5 lazımdır? 3 dənə. 21-i yazmaq üçün 5 dənə 5 lazımdır. Həmin o 5 dənəni də 5 dənə bundan götürmüsənsə 5 ilə 5-ə vursan 25 kilobayt eləyir. Yəni 21 gəlib 25 tutur. Belə Bildiniz? yadda saxlamaq olar. Hə. Müəllim burada klasteri nəzərdə tutmadı da, qab nəzərdə, boş bir qabı nəzərdə Yox, tutmadı. əslində biz klaster nəzərdə tutmalıyıq elə. Yəni klaster düşünün, yaxşı bir boş qab kimi düşünün. Elə bil ki, sən 21 kilobayt yığmaq üçün neçə dənə 8 kiloqramlıq boş qab götürərsiniz? Müəllim, belə yadda saxlamaq olar da. Məsələn, 21 8-ə bölünmür. 21-dən sonra ən kiçik ədəd hansıdır ki, 8-ə bölünsün. Elə kilobaytlıq ilə qalacaq. Yəni o da olar, hə. Yəni belə düşünək də 21 kilo, 21 kiloqram bir meyvədir. Bunu neçə dənə 8 kiloqramlıq yeşiyə yerləşdirmək olar? Hətta yerdə heç nə qalmamalıdır. Ay sağ ol, 3 dənə. Mən 2 dənə 8 kiloluq yeşik götürsəm 16 eləyir. Yerləşmir axı. Məcburam birini də götürsəm. 3 dənə sən yeşiyi götürmüsənsə, elə bil ki, da sənin boynundadır. Sən 3 dənə 8 kiloqramlıq yeşik istifadə eləmisən. Yəni 24 kiloqram istifadə eləmisən. Amma meyvə heç o qədər deyildi, 21 idi. Mən artıq qaldı yəni. Bəli, artıq qala bilər. Amma yenə də sanki biz oranı zəbt edirik. Ora başqa heç nə qoymuruq yazmaya. Aydındır? Bəli.
Belə. Gəlin bir iki dənə nümunəyə baxaq. Müəllim, bu kitab mənim qabağımdadır. Burada əlavə şeylər var. Oxumuruq deyilə. Məsələn, nə bilim, FAT16 fayl Yo, elə sistemi, o deyə dedim. NTF'yiz və faktla bağlı heç nəyi oxumayın. Onları təkrarda izah edəcəm. Ümumiyyətlə, onlar düşmür qəbula heç vaxt. Düşməyib bugünə qədər. Amma hər ehtimala belə nəzər salacağıq biz. Aha, oldu. İndi, məsəl üçün, sual 1. Bir idi də. Yox. 8. 3'tü. 3 idi. Maksimum Ha, 8 idi genişlənməsi, genişlənməsi 3. Ay, sağ olun, Maksimum. bəli. Adında 8, genişlənməsində 3. Bəli, bizdə burada genişlənmədə deyil, ona görə cavab olur A variantı. Sonra 9. Elementdir. Amma adı tam götürürük də. C-dən D variantı. Fayl variantı. hansıdır? Bax, bu yazılışda D fayl variantı. hansıdır? Text. Sxem.txt. Evet. Bəli, sxem.txt fayldır. Deməli, C-dən. onun tam adı deyilsə, başdan ayağa hamısını götürəsiz. Onda cavab olur D variantı. Aydındır? Bəli. Bəli. Tamam. Müəllim, bəs nə vaxt götürərdi? Nə desəydi, sxemi götürərdi, sxem Desəydi TXT. fayl hansıdır? Fayl desəydi bəli birincisi. Fayl özü sxem.txt-dir. Failin tam adı hamısını götürür. Bəli, tam deyəndə başdan ayağa tam olaraq nə varsa hamısını götürürsünüz. 11. Mətn faylının adını düzgün. Sigma.txt. B variantı. Deməli. B'dir. Bax, öz də deyil nə faylını. Mətn Mətn faylı. varsa Mətn tekst faylı. istəyir bizdən. Ay, sağ ol. Tekstdə Mətn də varsa var. bu mətn deyil. İndi bundan sonra keçəcəyik. Bu da mətn deyil. Bir də ki, fayldırsa onun içində nöqtə olmalıdır. Bəli. Olmalıdır. Bu nöqtə Bəli, yoxdur. Bəs Drop. A niyə götürmürük? Drop Xətt şərti. xəttə görə. Ay, sağ ol. Olmaz. Slash qadağan olunmuş simvoldur. Ona cavab olur B variantı. Yaxşı, 5. Mətn faylı birinci. MP3 səs faylıdır. C gedir. 2B. Bir C gedir. A variantıdır müəllim. Birinci hissəyə baxacaq, ikinci hissəyə. Text İkinci mətndir. hissəyə baxırdıq. Ay, sağ ol. İkinci hissəyə. Təqdimat faili PPX. Dedi. Birinci də A'dır. D. D. D variantıdır bəli. Deməli. Bəli, içərisində mən də bilmirəm. Mətn deyirsə, bax bu PowerPoint faylıdır, düzdür? Bura 3 olur. Bunu Təqdimat. keçməmişik. Bəli, bunu keçməmişik. Bu Excel faylıdır. Bu mətn faylıdır, bu da mətn faylıdır. Bəli. Yəni bunların ikisi də olur 1, 1. Bu da ki səs faylıdır. 2. Cavab Daha D. bilmədik cavab nə oldu. D bəndə. D Bəli. bəndə. 13. Tətbiqi proqramdır. Nəşriyyat Utilitlər. Utilitlər. Yaxşı, tətbiqi kimə lazımdır? Nəşriyyat sistemləri. Ay, sağ ol. Nəşriyyat. Bizim işimizə, gücümüzə yarayan proqramlar. Nəşriyyat proqramları. Bəli. Sonra 6. arxivləşdirmə zipdir. Birincidir, ikincidir müəllim. Zipdir. Zip, RAR. Bir də Zipdir. 2, 4. 1, 2, 4. D bəndə. Ay, sağ ol. Rar, tar, zip. Belə qəribə adı olanlar. Bu günün baş qəhrəmanı 15-ci sual. Fayl. A'dır. A'dır. Nəşriyyat sistemidir müəllim. Adı. Tətbiqi deyil, əməliyyat sistemi. A. Adıdır da belə Ay, adı. sağ ol. Hər hansı ada malik, hər hansı diskdə yerləşən verilənlər yığınıdır. Xarici yaddaşda yoxsa daxili? Xarici. Xarici Xarici yaddaş. yaddaşda, bəli. Sonra 7, bir 3-4 dənəsinə baxaq. B variantı. A Yox. variantı. B-də bax, Bəli. nida hamını çaşdırır həmişə. Nidanı istifadə eləmək olar. Bəli, burada cavab A variantıdır. A variantıdır. Bax, burada faizdir, W-dur, O-dur, nə bilim, ət-dir, DS-dir, bunları olar. Amma A variantı 9 dənə simvolun içinə daxil edir. Bəli.
Sonra 25. Bax, açar söz. Konfigurasiya parametrləri idi də Parametr. demişdim. Ay sağ olun. Hardadır parametr? A A bəndində. variant. A bənd. Tamam. Ay, göz bu ehtiyac yoxdur oturum onun saatlarının tərifini oxumağa. Bir dənə açar söz kifayətdir. Bəs B nə olar? Adətçi demişdiniz ki, Yox, B. İcra var orada. İcra olan. İcra edirdi. Birinci idi o. Tətbiqdə var. Birinci. Ay sağ olun. Sonra C. Sistem. İstifadəçi varsa Sənəd faylları. sənəd faylları. Bəli, insana Sənəd. lazımdır. Ay sağ olun. Sonra 19-a da baxın, yavaş-yavaş yekunlaşdırın. fayl maskasında sual müəyyənləri. Naməlum genişlənmə. İxtiyarı bir Bir simvol. simvol. C variantıdır müəllim, bir simvol olan. Ay sağ olun. Bir Bir simvol. simvol. Bir simvoldu. Bəli, və nəhayət sonuncu final sualı 28-ə baxmasaq olmaz. Birinci siz baxın, sonra mən izah edəcəm. Görün nə tapırsınız. Bax, bu bayaqki kimidir. Magistr sözün yazıb axtarırıq da. Hansı müəllim? 28. Bu nə qarışıq sual. Yox, əslində asan deyil. İndi izah edəcəm nə qədər. Müəllim C variantı. C'dir cavab. Deyil, C. 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 Müəllim, sual işarətini Məncə A'dır simvol müəllim. qoymuyor. Mən valla D-ni də oxşatdım. A düşünürəm. C'dir C. müəllim. Məncə də A'dır Uyğun müəllim. olmayan C'dir. C'dir. Niyə C'dir? C'dir. Çünki baxın, burada game, yəni bu E hərfindən sonra neçə dənə simvol var? 4 dənə. 4 dənə. Amma burada E-dən sonra bir dənə nə yazıb? Sual. Sizə sual 4 dənə simvol əvəz edə bilər. Xeyr. Yox, bir simvoldu. Y variantı oxşatmısınız, haqlısınız. Hə? Uyğunlara baxmışıq çaşıb. Hə, burada uyğun deyil. Onda cavab C olur. Çünki yenə deyirəm, E-dən sonra gör nə qədər simvol yazıb? 4 dənə. Amma burada bir dənə sual Mən bir var. də deyə bilərsiniz, niyə ki orada C olur? 4 dənə simvol hansılardır mənim? Bax deyirəm, baxın, burada E-dən sonra, baxın, əsl sözümüzdə E hərfindən sonra neçə dənə simvol yazılıb nöqtəyə qədər? 4 4 dənə. dənə. Amma bu deyil ki, güya E-dən nöqtəyə qədər bir dənə sualını əvəz eləmək olar. Ha. Aydındırmı? Bəli. Ha biz dedik axı sonsuzdur. Bəli, biz dedik ki, sualın yerinə İşarəsi, yalnız bəli, bir bəli. simvol. Bəs onun yerinə ulduz olsaydı, Sual sual. olar. Aysa, onda düz olacaq. Bəli. Düz idi. Başa düşdünüz? Bəli. Bəli. Bu qədər. Videonu inşallah sabah göndərəcəm. Testlərini yazırsınız, başqa heç bir tapşırığınız da yox. Sualınız Mənim var mı? əməliyyat sistemi hamısı idi də öyrənməli. Bəli, hamısı. Bir də Windows 10 testlərdə yox hamısını ha. işləyək. Windows 10 yox ha, əməliyyat sistemi. Testlərdə Bəli, bəli. işləyirsiniz. Oldu müəllim, sağ olun. Sağ olun. Müəllim, siz PDF-ini atacaqsınız qrupa. Xanım atacaq. PDF-ni atarım mən. Həmişə Xanım atıram, atıram ki, bizə atarım onu. icazə vermir. Tamam, Oldu, oldu. sağ ol. Sağ olun, salamat. Sağ olun müəllim. Sağ olun müəllim. Sağ olun müəllim. Sağ olun.